İlk başdan çox sadə bir misal olsa da, amma şagirdlərin çox hissəsi əkub və əbubun tapılmasında çətinlik çəkirlər, qarışdırırlar. Gəlin mən sizə bugün əkubu necə asan üsulla tapmaq olar, o qaydanı göstərim. İlk öncə yazacağım 30 bölək 45. İstəyirsiniz ardıcıl ixtisar edin, istəyirsiniz tam ixtisar edin. Mən hamıya aydın olsun deyə İlk öncə ardıcıl ixtisar edəcəm. 30 ilə 45-i hər ikisini ilk öncə 5-ə islah edəcəm. Burada qalacaq 6, burada qalacaq 9. 6 ilə 9-un hər ikisi 3-ə bölündüyünə görə 3-ə böləcəm. Burada 2, burada 3. Nəticə olaraq alacağım 3-də 2. Deməli 30 böl 45 bərabərdir 3-də 2. İndi çox maraqlı isə burada uşaqlar. Baxın, indi biz bunun əkobunu tapmalıyıq da. İslah elədik ki, 45-də 30 kəsir, bizə verir 3-də 2. İstəyirsiniz 33-ə vurun. Fərqi yoxdur. 90. İstəyirsiniz də 2-ni 45-ə vurun. Bu da eləyir 90. Həqiqətən də 30 və 45-in ən kiçik əkobu neçədir? 90. 90 30-a da bölünür, 45-ə də bölünür. Bir də sadə vurğulara ayırıb əziyyət çəkməyin. Çox sadə, necə deyək, praktiki bir yoldur.